Salam, hər vaxtınız xeyirli olsun, dəyərli Əmlak City kanalının izləyiciləri. Bu günləri sizlərə Yeni Yasamalda Əsəd Əhmədov küçəsində 17 mərtəbəli binanın 8-ci mərtəbəsində 2 otaqdan 3 otağa düzəlmə Kupcalı mənzillə tanış etmək istəyirəm. İndi isə gəlin mənzilimizlə yaxından tanış olaq. Gördüyünüz kimi bura mənzilimizin hol hissəsidir. Mənzilimizin hol hissəsi kifayət qədər genişdir. İndi isə daxil olaq. Qonaq otağı hissəsinə gördüyünüz kimi bu otaq qonaq otağı da genişdir, işıqlıdır, yel çəkəndir, gün düşəndir. Tam yeni təmirdən çıxıb mənzilimiz. Təmirdən sonra heç yaşayış olmayıbdır. Mənzilimizin ümumi sahəsi 85 kvadratdır. Qiymət aşağıda şərh bölməsində qeyd edilibdir. Gördüyünüz kimi mənzilimiz ideal vəziyyətlədir. Əşyalarını al və köç. Yaşa mənzildir. Mənzilimiz də qiymətinə görə kifayət qədər ucuzdur. Gördüyünüz kimi çox geniş, işıqlı, dosta, tanışa qismət olunası bir mənzildir. İndi isə gəlin mənzilimizin digər hissəsi ilə sizləri tanış edim. Bura isə mənzilimizin birinci yataq otağıdır. Gördüyünüz kimi bu yataq otağı da genişdir, işıqlıdır, yel çəkəndir, gün düşəndir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, mənzilimiz 2-dən 3-ə düzəlmə olsa da, bütün otaqların ayrıca pəncərəsi mövcuddur. Mənzilimizin bu yataq otağında ayrıca xüsusi qardırob da yığılıb ki, sizin paltarlarınızı, əlavə əşyalarınızı bura yığmağa. Gördüyünüz kimi qardırobu da genişdir və bütün əşyalar, paltarlar sığacaq bir vəziyyətdədir. Mənzilimiz ipotekaya tam yararlıdır. 18 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. İpotekaya tam yararlıdır və 85 kvadratdan ibarətdir. Bura isə mənzilimizin mətbəx hissəsidir. Mətbəx mebelləri də təzəcə yığılıb və işlənməyib. Əsl gənc ailələr üçün evdir. Gəlin köçüləsi evdir. İndi isə keçək mənzilimizin eyvan hissəsi ilə sizi tanış edim. Gördüyünüz kimi mənzilimizin bura eyvan hissəsidir. Gəlin eyvanla sizi yaxından tanış edim. Mənzilimizin eyvan hissəsi də ideal vəziyyətdədir. Bütün hər bir şeylə təchiz edilib. Ən əsası odur ki, mənzilimizin qarşısı açıqdır, gün düşəndir, yel çəkəndir. Mənzilimizdə əlavə əşyalarınızı yığmaq üçün qardırob da mövcuddur eyvan hissəsində. İndi isə gəlin mətbəxdən birbaşa daxil olaq ikinci yataq otağımıza. Gördüyünüz kimi bu yataq otağı da bir yataq otağı kimi genişdir, işıqlıdır, cəlb edicidir. Bu rakusdan da mənzilimizin bu yataq otağını sizlərə təqdim etdim. İndi isə gəlin mənzilimizin digər hissəsi ilə sizləri tanış edim. Bura mənzilimizin hol hissəsidir. Yenidən təqdim edirəm ki, görün ki, mənzilimizin hol hissəsi də kifayət qədər geniş, böyük və işıqlıdır və mənzilimizin hol hissəsində də ayrıca şkaf yığılıbdır. İndi isə gəlin mənzilimizin sanitar qovşağı ilə sizi tanış edim. Mənzilimizin sanitar qovşağı da genişdir. Tam təmir edilib, bütün aksesuarlarla təchiz edilibdir. Qeyd etmək istəyirəm ki, mənzilimizin real alıcılarına endirim olunacaqdır. Əmlak City kanalının adından gələnlərə xüsusi endirim nəzərdə tutulur. Alana da satılır.